Salam əziz müəllim və abituriyentlər. Bugün tarix test topusu 2025-ci il nəşrindən Azərbaycan 3-cü və 7-ci əsrin birinci yarısında bölməsinin testlərini işləyəcəyik. Zəhmət olmasa kanala abunə olun, videonu bəyənin və fikirlərinizi şərh bölməsində qeyd eləyərsiniz. Vaxt itirmədən biz ilk sualı ilə başlayaq. Deyək ki, Sasanilərin hakimiyyət dövründə mövcud olan əsas vergilər. Əsas vergilər xaraq və gezi tipli A variantında qeyd olunub. Deməli A variantı. İkinci sual qeyd olunub ki, Sasani imperiyası və Ərəb xilafəti dövründə mövcud olan şərti torpaq sahibliyi. Sasanilər dövründə şərti torpaq mülkiyyəti Xostak idi. Ərəb xilafətində isə İqta idi. Cavab A variantı. Üçüncü sual. Sasanilərin hakimiyyət dövründə Azərbaycanda feodallara məxsus irsi torpaq sahibliyi adlanırdı. Sasanilərin hakimiyyət dövründə irsi torpaq Dastaqert idi. 6-cı əsrin ortalarında Albaniyanı idarə edirdilər. 6-cı əsrin ortaları 550-ci illər təqribən 510-cu ildə artıq Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyandan sonra Albaniyanı Sasani mərzbanları idarə edirdi. C variantı. Sasanilər tərəfindən hakimiyyətinə son qoyulan sülalə Arşakilər, Parfiya Arşakillərin hakimiyyətinə son qoyurlar. Məzdəkilər hərəkatına aiddir. Məzdəkilər hərəkatı bildiyimiz kimi 481-529-cu illəri əhatə edir. Sasanilər dövründə olub. 529-cu ildə yatırıldığına görə, amma 6-cı əsrin sonları deyil burada. 6-cı əsrin ikinci rübündə yatırılıb. Bunu götürməyək. Xürrəmilərin ideya davamçıları hesab edilməsi. Xeyr, Xürrəmilər 8-ci əsrdədir. Xürrəmilər məzdəkilərin ideya davamçısı hesab olunacaq. Xeyrin şər üzərində qələbəsinin mümkünlüyünün inkar edilməsi. Xeyr inanırlar. 5-ci əsrin 80-ci illərində başlaması, yəni 481, bəli. D variantıdır. Qalib gələrək Sasani hakimiyyətinə son qoymaları. Xeyr, Sasani hökmdarı 1-ci Qubad tərəfindən yatırılıb. D. 7. Məzdəkilər hərəkatına aiddir. Əmlak bərabərliyi yaratmaq ideyası irəli sürülməsi. Bəli, onlar bərabərlik tərəfdarı idilər. Götürə bilər yanı. Yenə də digərlərinə də nəzər yetirək. Azərbaycanın istiqlaliyyətini bərpa etmək uğrunda mübarizə aparması aidiyyəti yoxdur. Sasanilər dövlətində İranda baş verib. Ərəb işğalçılarına qarşı mübarizə aparılması. Həmin zamanda ərəb təhlükəsi yox idi. 5-ci əsrin birinci yarısında başlaması. Xeyr, 5-ci əsrin 80-cı illəri başlayıb. Y. Yüksək zümrələrin mənafi müdafiə edirdi. Xeyr, əksinə yüksək zümrələrin mənafiyinə qarşı çıxırdı. Bəli, elə A variantını götürək. Sasani şahı 1-ci Qubada məzdələri himayə etməkdə məqsədi. Bildiyimiz kimi Sasani şahı 1-ci Qubad hakimiyyətin əvvəllərində, yəni əsas məzdəkilər üsyanı yeni başlayanda onları himayə edirdi. İri feodallara qarşı və iri feodalları nəzarətdə saxlamaq üçün məzdəklərdən istifadə edirdi. Lakin sonra məzdəklər hərəkatını yatırıb məzdəyi edam edir. Burada görək, deməli, mərkəzi hakimiyyətə tabe olmayan iri feodallara qalib gəlmək üçün 8-də C variantı. Deməli 9. Daha əvvəl olmuşdur. Dizrab döyüşü 371, Məzdəkilər hərəkatının başlaması 481, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, Bələncər döyüşü 643, 653, Əmid döyüşü isə 359. Cavab Y variantı. 10 da eynisidir. Daha sonra baş verəni soruşur. Məzdəkilər hərəkatının başlanması dedik ki 481, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, Sasanilər dövlətinin əsasının qoyulması 224, 226 daha doğrusu. Dizrab 359, Albaniyada urna ayıran hakimiyyətə gəlməsi isə 313. Burada isə C variantını götürürük. 11. 3-cü əsrin birinci yarısında Atropatena və Albaniyadan fərqli olaraq Sasanilərin hakimiyyəti altına düşmüşdü. C variantı. Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlığı soruşur bizdən. Hər ikisi Sasanilər dövlətinin tərkibinə daxil edilib. Ona görə Y variantı daha uyğundur. 8-ci əsrin əvvəllərində Albaniyanın daxili müstəqilliyi ləğv edildi. Yəni 705-ci ildə ərəblər tərəfindən ləğv edilmişdi. Ona görə də 13-də Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması ilə, yəni ərəblər Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulmuşdu. 14. Aqoin Kilsə Məclisi 488-ci ildə 3-cü Mömin Vaçaqan tərəfindən keçirilib və xristian dininə aid qanunlar qəbul edilib. Ona görə də xristian dininə aid qanunların qəbul edilməsi 1. 3-cü Vaçaqanın Albaniyada hakimiyyətə gəlməsi
Yəni 3-cü Vaçaqan hakimiyyətə gələndən sonra keçirilir də bunu. Yəni Akon Məclisi 3-cü Vaçaqanı hakimiyyətə gətirmir. Müstəqil Alban kilsəsinin dayaqlarının möhkəmləndirilmək məqsədi ilə çağırmışdı. Bir 3 variantı. Bütpərəstlərin toxunulmazlığına dair qərar. Ümumiyyətlə bütpərəstlərə bir qərar qəbul olunmayıb Akon Kilsə Məclisində. Deməli, 15-ci sualda deyir, məzdəkilər təliminin əsas müddəası. Məzdəkilər ədalətli cəmiyyət qurmaq istəyirdi və insanlar arasında əmlak bərabərliyinin təminatçıdırlar, daha doğrusu təmin etmək istəyirdilər və B variantında qeyd olunub. 16. Sasani dövlətinin Bizansla 629-cu il bağladığı müqaviləyə görə Albaniya Sasanilərin təsir dairəsində qalır. B variantı. 17. Albaniya Dizrab vuruşmasında itirdiyi torpaqları geri qaytardı. 387-ci ildə Roma ilə Sasanilər arasında imzalanan sülh müqaviləsinə görə B variantıdır burada da. 18. Uyğunluq gözlənilmişdir deyir. Deməli, Cavanşirin hakimiyyəti dövründə Albaniya daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. Bəli, saxlamışdı. 262-ci ildə Sasani dövləti yaranmışdı. Xeyr, 224-cü ildə yaranıb. Aslında bu A doğrudur da. Mən baxa-baxa keçirəm. 529-cu ildə Məzdəkilər hərəkatı başlayıb. Xeyr, 481-də başlayıb. 2-ci Vaçenin dövründə Albaniya ərəblərdən asılı vəziyyətə düşmüşdür. Xeyr. 2-ci Vaçenin dövründə Haylandır Hunlarının hücumu olur və hakimiyyətdən əl çəkir 2-ci Vaçe. 598-ci ildə Aqron Məclisi keçirilib. Xeyr, 488-də keçirilib. Doğru variant A-dır. 19 da bənzər sualdır. Qeyd olunub ki, uyğunluq gözlənilmişdir. Atropatena Sasanilər dövlətinin tərkibinə daxil edildi 227-ci ildə. O da 3-cü əsrin 2-ci rüb eləyir. Bilirik ki, rüb 25 ildir. Ona görə A variantını doğru götürəcək. Digərlərini də izah edeyim. Şirvan hakimi Şəhriyarla sülh müqaviləsi bağladı. Xəzərlər yox, ərəblər. Atropatena Bizansın hakimiyyəti altında qaldı. 629-cu il müqaviləsinə görə. Yəni belə bir şey yoxdur. Albaniyanın daxili müstəqilliyinə son qoydu 3-cü Mömin Vaçaqan. Xeyr, ərəblər 705-ci ildə son qoyacaq. 6-cı əsrdə Albaniyada keçirilmişdir Aqron Məclisi. 488-ci il 5-ci əsr eləyir. Yenə bizdən uyğunluğu soruşur. 20-də Paytaxran vilayəti Atropatenanın tərkibində idi. Xeyr, Albaniyanın tərkibində idi. 4-cü əsrin sonlarında Albaniyanı idarə etmişdi Sasani mərzbanları. Yəni xeyr, 387-ci ildən 510-a qədər 3-cü Mömin Vaçaqan idarə edib. Ona görə götürməyəcək. 7-ci əsrin sonlarında Albaniyada hakimiyyətə gəlmişdir Mehranilər sülaləsi. Xeyr, 7-ci əsrin sonlarında deyil, 7-ci əsrin 30-cu ilində hakimiyyətə gələ bilər. Albaniyada 3-cü əsrin ikinci yarısında Albaniya 3-cü əsrin ikinci yarısında daxil edilmişdir Sasani dövlətinin tərkibinə. 262 D variantıdır, uyğunluq gözlənilən variant. 3-cü əsrin 70-ci illərində baş verib Zirav döyüşü. Xeyr, 4-cü əsrin 70-ci illərində baş verib. 5-ci əsrdə Albaniyaya hücum etmişdir. 400-cü illərdə Haylandır Hunları. 462-də. Daha dəqiq eləsək. 3-cü əsrin 20-ci illərində Albaniya Atropatenadan fərqli olaraq deməli Sasani dövlətinin tərkibinə daxil olmuşdur. Bircə dəqiqə bir baxaq yenə də. Mən daha çox tələsirəm. Sanki tez bitirək video uzun olmasın, amma izah edeyim bunu da. Xəzər xaqanlığından asılarla düşmüşdü. Xeyr, Sasani dövlətinin tərkibinə daxil olmuşdu. Albaniya xeyr 262-də daxil olacaq. Zərdüştlük rəsmi dövlət dini kimi qəbul edilib. Belə bir şey yoxdur. Xristianlığı rəsmi dövlət dini kimi qəbul edib. Bu 313-dür. Daxili müstəqilliyini qoruyub saxlayıb. Aha. Çünki 3-cü əsrin 60-cı illərində Albaniya asılı vəziyyətə düşəcək. Ona görə Atropatenadan fərqli cəhətdir. Daxili müstəqilliyin qoruması. 23. Deməli, Atropatenanın 3-cü əsrin 20-ci illərinin tarixi ilə Albaniyanın 20-ci əsrin 60-cı illərində oxşarlıq Sasanilərdən asılı ala düşmələri Y variantı. Zirav döyüşündə Sasanilər Romalılara məğlub olurlar və Albaniya Kolt, Uti, Girdiman, Sakaşina vilayətlərini itirir. B variantı. 25. Məzdəkilər hərəkatına aiddir.
Mübarizə sonunda xeyrin şər üzərində qələbəsinə inanırdılar Məzdəyilər. Ona görə də 25-də D variantı. 26. Albaniya və Sasani dövlətləri üçün ümumi cəhət Xəzərlər tərəfindən süquta uğradılmaları, xeyr. Eyni əsrdə mövcudluğuna son qoyulması, Albaniya 705-ci il 8-ci əsr, Sasanilər isə 651-ci il 7-ci əsrdir. Qəbələnin paytaxt olması Albaniyaya aiddir. Əməvilər sülaləsi tərəfindən süquta uğradılmaları yanlışdır. Albaniya Əməvilər tərəfindən, Sasanilər isə 3-cü xəlifə Osman ibn Əffan tərəfindən süqut etdirilib. Ərəblər tərəfindən süquta uğradılmaları Y variantı. 27. Deyir ki, Nəşr Rüstəmdəki məbədin divarındakı yazı sübut edir Albaniyanın Sasanilərdən asılı halda olmasını. D variantı. 28. Sasani şahı 2-ci Yezdəgirdin ölümündən sonra 2-ci Vaçi Albaniyanın daxili siyasətində dəyişiklik edərək müstəqilliyi elan edir. Xristianlığı qadağan edilməsi haqqında fərman verdi. Xeyr, müstəqil siyasət edir, xristianlıqdan imtina edir. Daha sonra Qafqazın 11 tayfası ilə ittifaq qurur və Albaniya Sasanilərə mərkəzi hakimiyyətə qarşı çıxır. Həm xristianlığı, həm də zərdüştlük qanundan kənar eləyir. Belə bir şey də yoxdur. Deməli, atəşpərəstlik dinindən imtina edir və xristianlığı qəbul edir. D variantı. 29. Albaniya hökmdarı 3-cü Mehmed Vaçaqanın dini siyasətinin mahiyyəti o xristianlığı dinini təbliğ edir və bu dinə qanunlar qəbul edir. Elə A variantında dediklərim qeyd olunub. 30. Dizrav döyüşündən sonra Albaniyanın itirdiyi vilayət. Dizrav döyüşündən sonra Ütik-Kod, Sakaşina, Girdiman vilayəti itirilir. 4. Girdiman vilayətidir. Y variantı. Dizrav döyüşündən sonra Albaniyanın itirdiyi vilayət deməli burada Kolt vilayəti səhvlənirsə bura düşəcək. Qərbi Azərbaycana B. Məzdəkilər ədalətli cəmiyyət qurulmasını mümkün hesab edirdilər. Mübarizə yolu ilə 33-də A variantı. 33. Albaniyanın Sasani dövlətinin tərkibinə daxil edilməsindən 35 il əvvəl Albaniya Sasanilərin tərkibinə düşəcək 362-də, 35 il əvvəl isə 207-ci ildə Atropatena Sasanilərdən asılığa düşəcək. C variantı. Arşaki sülaləsinin son nümayəndəsi olub 3-cü Mehmed Vaçaqan Albaniyada xristianlığı təbliğ edib. D variantı. Haylandur hunlarına qarşı mübarizə aparması 2-ci Vaçidir. Atəşpərəstlik dinindən imtina etməsi də 2-ci Vaçidir. Y variantı. 36. Mehranlar sülaləsinin hakimiyyəti dövründə baş vermişdir. Baxaq, ərəblərin Azərbaycan yürüşləri baş verib, yəni uyğundur. Haylandur hunlarının Albaniya yürüşü, iç yürüşü 467-dir. 462, üzr istəyirəm. 462 Arşakilərə aiddir. Məzdəklər hərəkatının yatırılması 529 artıq Sasanilər tərəfindən idarə edilirdi, mərzbanlıq dövrüdür və Mehranilər 630-cu ildə hakimiyyətə gələcək. Ona görə 529-u götürə bilmərik. Müsafirin başçılığı altında üsyan 8-ci əsr. Amma 8-ci əsrin ortaları baş verib deyə biz Mehranlara götürə bilmərik. Çünki Mehranilər 8-ci əsrin əvvəlləri hakimiyyətdən gedəcək. Amid döyüşü də 359-cu ildə Arşakilərə aiddir. Ona görə də A variantı. Mehranlar sülaləsinin hakimiyyət dövründə baş vermişdir. 630-dan 705-ə qədər olan dövr ərzində hakimiyyət sürüblər. 636-cı il Kadisiya döyüşü A variantı. Eyni əsrə aiddir deyir. Amid döyüşü, Dizrav döyüşü hər biri 4-cü əsrdə baş verib. 1-3. Atropatena və Albaniyanın 3-cü əsr tarixinə aid oxşarlıq. Hər ikisi Sasanilərdən asılı vəziyyətə düşüblər. Xarici işğala məruz qalıblar. 39 C variantı. 40. Albaniya dövlətinin 5-ci əsr tarixinə aid deyil. Yeni Albaniyasının yaradılması Assuagen tərəfindən olub. Doğrudur. Sasani hakimiyyətinə qarşı azadlıq mübarizəsinin baş verməsi 2-ci Vaçi 457-ci ildə başlayıb. Doğrudur. Haylandur hunları ilə mübarizə aparılması 462-ci il. Doğrudur. Müəyyən müddət Sasani mərzbanları tərəfindən idarə edilməsi 463-cü ildən üzr istəyirəm.
Hə, 463, 487 doğrudur. İlk xristian icmalarının yaradılması isə təqribən 1-ci əsrdir. Tam ilini bilmirik, Y variantı. 41. Verilənlərin hər ikisinin aid olduğu Alban hökmdarı Arşakilər sülaləsinə mənsub idi. Aha. Köhnə Alban əlifbası əsasında yeni Alban əlifbası, Alban yazısı yaradıb Asuagen təhsilə çox önəm verib Asuagen. 42. Albaniya dövlətinin paytaxtı 5-ci əsrdə köçürülmüş Azərbaycan şəhəri Qəbələdən Bərdəyə köçürülür. 4C variantı. 43. Sahibsiz torpaqları hərbiçilərə payladı. İnzibati islahat əsasında Sasani imperiyasının 4 canişinliyə böldü. 1-ci Xosru və Nüşirəvan. 44. Azərbaycanın erkən feodalizm tarixinə aiddir. Atropatilər sülaləsi, yəni erkən feodalizm isə 3-cü əsrdən başlayacaq. Yəni 3-cü əsrdən əvvəl baş verənləri biz götürə bilmərik. Atropatilər sülaləsinin hakimiyyətə gəlməsi Atropatenada dövlətin yaranması ilə baş verib. Eradan əvvəl 4-cü əsr. Feodal torpaq sahibliyinin formalaşması. Elə ən uyğun cavab budur. Feodalizmdə feodal torpaq sahibliyi meydana gəlib. 45. 4-cü əsrin əvvəllərində Albaniya Atropatenadan fərqli olaraq Məzdəyilər hərəkatında iştirak edib. Xeyr, Sasani dövlətinin tərkibinə daxil olub. Bu da xeyr. Zərdüştli. Bunlar xeyr. Xristianlığı rəsmi dövlət. Xristianlıqdan rəsmən imtina etməlidir. Yox, bu da doğru deyil. Çünki 313-cü ildə Urnayr xristianlığı Albaniyanın rəsmi dövlət dili elan edib. Ona görə D variantını da çıxırıq. Daxili müstəqilliyin qorunub saxlaması olacaq. Çünki 4-cü əsrin əvvəllərində artıq Atropatena Sasanilər dövlətinin tərkibinə daxil edilmişdi. Amma Albaniyada Arşakilər sülaləsi hələ də hakimiyyətdə idi. 46. 5-ci əsrin sonlarında Albaniya Atropatenadan fərqli olaraq Albaniya deməli Parfiya dövlətinin tərkibinə daxil olmuşdur. O dövrdə artıq Parfiya süqut eləmişdi. Xəzər xaqanlığından asılı olmuşdur. Belə deyək də, Xəzər xaqanlığı daha 7-ci əsrdə yaranacaq. Xristian dininin dövlət səviyyəsində fəal təbliğ olunduğu ölkə idi. Aha, bunu götürə bilərik, çünki həm 2-ci Vaçi, həm də 3-cü Mömin Vaçaqan xristian dinini təbliğ ediblər. C variantı. 47. Savalan dağı və Hilat şəhəri ətrafında baş vermiş döyüşlərin oxşar cəhəti 731 və 8-ci əsrdə ərəblərlə Xəzərlər arasında baş verib və Savalanda ərəblər, Savalanda Xəzərlər, Hilatda isə ərəblər qalib gəlib. Deməli, ərəblərlə Xəzərlər arasında baş verib, dediyim kimi C variantı. Dizira və Kadesiya döyüşlərinin oxşar cəhəti, hər ikisində albanlar iştirak edib. Deməli, Diziravda Sasanilərin yanında, Kadesiyada isə Sasanilərin yanında. Üzr istəyirəm, Diziravda da Sasanilərin yanında, Kadesiyada da Sasanilərin yanında. Bəzən nə dediyimi qarışdırıram, üzr istəyirəm, buna görə C variantı olacaq. 49. Ammid və Dizirav döyüşlərinə aid oxşar cəhəti soruşur. Hər ikisində albanlar Sasanilərə kömək ediblər. Aha, Y variantı. Ammid döyüşü bildiyimiz kimi 359, Dizirav isə 370-ci illərdə baş verib. 50. 7-ci əsrin 50-ci illər tarixinə aiddir. Yəni 650-ci illərə. Cavanşirin Bizans imperatoru 2-ci Konstantin ilə ittifaq qurması. 654-cü ildə bəli ittifaq qurulub, amma bu ittifaq sonradan dağılacaq. A variantı. 51. 7-ci əsrin 60-cı illər tarixinə aiddir deyir. Baxaq, Aqon məclisinin keçirilməsi 488-ci ildir. Cavanşirin Dəməşqə gedib xəlifə Muaviyə ilə görüşməsi isə 667 və 670-ci illərdə olub. Və doğru variant B variantı. Çünki 667 hadisəsi bunu təsdiq eləyir. 52. Göstərilənlər hansı döyüşün nəticəsidir? Alban hökmdarının müttəfiqi olduğu Sasani qoşunları məğlub oldu. Albaniya, Uti, Sakaşen, Girdiman və Kot vilayətlərini itirir. Bu Dizirav döyüşündə baş verib. Urnayr məğlub olur burada, B variantı. Üzr istəyirəm. 53.
Bizdən daha əvvəl olanı soruşur. Urunayırın Albaniyanın müstəqilliyini qorumaq uğrunda mübarizə aparması. Yəni 4-cü əsrdə 313-371-ci illərdə hakimiyyətdə olub Urunayır və bu müddətdə çalışıb Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-cu il, Atropatenanın Sasanilər dövlətinin tərkibinə qatılması 227, Auguen kilsə məclisi 488, Cərmidən döyüşü 643, cavab C variantı. Daha əvvəl olanı soruşur yenə. Albaniyanın Sasanilərdən ilk dəfə asılı vəziyyətə düşməsi 262, Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi 630, Xəzər xaqanlığının ordularının Albaniya ərazisinə yürüşü 628-ci ildə, 628-29-cu illərdə baş verib. Cavanşirin Albaniyanın müstəqilliyini qorumaq uğrunda mübarizə aparması 642-ci ildə hakimiyyətə gələndən sonra bu istiqamətdə mübarizə aparıb. Kadusiya döyüşü isə 636. Düzgün A variantı. 3-cü əsrdə baş verən hadisə və ən erkən baş verən hadisə burada qeyd olunur. Uyğunluq pozulmuşdur deyib. Albaniya ilk dəfə Sasanilərdən asılı vəziyyətə düşdü 362-ci il. Doğrudur. Alban Arşakiləri sülaləsinin hakimiyyətinə son qoyulmuşdur 510. Doğrudur. Dizrəv döyüşü olmuşdur 371-də olub. Ona görə C variantı səhvdir. Urunayır Sasani dövləti ilə müttəfiq olmuşdur Amid döyüşündə. Doğrudur. Atropatena Sasanilərin əsas vilayətlərindən birinə çevrildi 227-ci ildə. Doğrudur. Uyğunluq pozulmuşdur deyir 56. Agon kilsə məclisi çağırılmışdır 5-ci əsrin ikinci yarısında, yəni dedik də 488-ci il. Doğrudur. Albaniyada Mehranililərin hakimiyyət dövrü başlayıb 7-ci əsrin 40-cı illərində. Xeyr, 630-da başlayacaq. Ona görə B variantında uyğunluq pozulub. 57. Albaniyada Urunayırın hakimiyyət dövrünə aiddir. Sasani Roma müharibəsində iştirak edib. Doğrudur. 58. Uyğunluq gözlənilmişdir deyir. 5-ci əsrdə Atropatena hərbi yürüşlə məruz qalmışdı ərəblərin. Xeyr, Haylandur hunlarının. 7-ci əsrdə Albaniya dövləti mübarizə aparmışdı Xəzərlərə qarşı. Bəli, 662, 664 və 665-ci illər. B variantı. Həmçinin 629-cu ildə Xəzərlər yürüyüş edib. 58. 58 həll elədik. 59. Deməli, uyğunluq pozulmuşdur deyir. Atropatena Sasanilərdən asılı vəziyyətə salındı 3-cü əsrin 20-ci illərində. Doğrudur. Zərdüştliyin dini mərkəzlərindən biri olmuşdur. Atropatena dövlətinin paytaxtı Qazaka şəhəri. Bu da doğrudur. Albaniya Otosakaşen, Girdiman vadisi və Kolt vilayətlərini itirdi Dizrəv döyüşündə. Doğrudur. Atropatena uzun müddət daxili müstəqilliyini qoruyub saxlamışdır Sasanilərin hakimiyyət dövründə. Xeyr, daxili müstəqilliyini Atropatena deyil, Albaniya qoruyur. Atropatena 227-ci ildə Sasanilərə birləşdirilir. Yanlışdır. Albaniyanın 7-ci əsrin ortalarına daxildir, yəni 650-ci illərə. Cavanşirin ölkənin daxili müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparması D variantı. 61. Albaniyanın 7-ci əsrin ortaları tarixi üçün səciyyəvidir. Yəni bənzərdə 650-ci il. Yenə Cavanşirin ölkə daxilində iqtisadiyyatın dirçəlməsi, sənətkarlığın və ticarətin inkişafı üçün tədbirlər görməsi olacaq. E variantı. 62. 4-cü əsrdən fərqli olaraq 6-cı əsrin ortaları Albaniya tarixinə aiddir. Müsəlman olmayanlardan can vergisi alınmağa başlaması. Can vergisi, yəni müsəlman məsələsi ərəblərin işğalından sonra baş verəcək. Ona görə yanlışdır. Ölkə Sasanilər harada qalmışdıq? Burada qalmışdıq. B variantı. Ölkə Sasani məzbanları tərəfindən idarə olunurdu. Sasani məzbanları tərəfindən
6-cı əsrin ortaları 550 deyək. Bəli, 510-cu ildən etibarən idarə olunub. 4-cü əsrdə isə Sasani mərzbanları 4-cü əsrdə Albaniyada idarəçiliklə məşğul olmayıb. Ona görə bir dəqiqə 4-cü əsrdən fərqli olaraq 6-cı əsrin ortaları digərlərinə baxaq. Yerli hökmdarların hakimiyyəti bərpa edildi. İlk dəfə ərəblərin hücumlarına məruz qalmışdı. Əmirlik sistemi ləğv edildi. Deməli 300-cü illərdən fərqli olaraq 6-cı əsrin ortaları, yəni 550-ci illər Albaniya tarixinə aiddir. Hələ B-dir. Sual yanlış anladım mən. Yəni 4-cü əsrdə olmasın, amma 6-cı əsrin ortaları olsun. B variantı. 63. Uyğunluq gözlənilmişdir deyir. Albaniyada xristianlıq rəsmi din elan olundu 3-cü əsrin əvvəllərində, yəni 313-cü ildə. Amma o 4-cü əsr olduğuna görə A-nı götürmürük, yanlışdır. Sasanilər Albaniyanı qəti şəkildə öz dövlətinin tərkibinə qatmışdır. Erkən feodalizm dövründə, yəni 3-cü əsrdə. 63-də B doğru variantdır, amma digərlərinə də baxalım. Cavanşir Xəzərlərlə mübarizə aparıb 8-ci əsrin 60-cı illərində. Xeyr, 7-ci əsrin 60-cı illəri. Qəbələ Albaniya dövlətinin paytaxtı olmuşdur Mehranilər sülaləsinin hakimiyyətə gəlməsindən sonra. Xeyr, Mehranilər sülaləsi dövründə paytaxt Bərdə, Partav şəhəri idi. Məzdəyilər hərəkatı yönəlmişdir Ərəb xilafətinin vergi siyasətinə qarşı. Məzdəyilər hərəkatı Sasanilərə qarşı yönəlmişdir. Keçirik 64-cü suala. Alban hökmdarı Urnayın hakimiyyət dövrünə aiddir. Dizrab və Amid döyüşündə Sasanilər tərəfindən döyüşməsi D variantı. 65. Azərbaycanda erkən feodalizm dövrünə aid deyil. Ölkə ərazisində alanların ilk yürüşlərinin başlaması. Alanlar 1-ci əsrdən başlayır. Ona görə elə ilk A variantı cavabdır. 66. Albaniyanın 3-cü və 7-ci əsr tarixlərinə aid deyil. Gizli adlanan can vergisinin mövcud olması mövcud olub. Ölkə ərazisində Slavyanların yürüşlərinin başlaması. Slavyan yürüşləri dedim 1-ci əsrdən başlayıb. Burada da B variantını götürəcəyik. 67. 387-ci ildə imzalanmış Sasani-Roma sülh müqaviləsinin nəticəsində Albaniyanın geri qaytardığı vilayətlər. Dediyim kimi Uti, Sakaşena, Kod, Girdiman, yəni hazırda Qərbi Azərbaycan torpaqları eləyəcək 4-5 B variantı. 68. 4-cü əsrin 70-ci illərində Sasani-Roma dövlətləri arasında döyüş nəticəsində Albaniyanın məhrum olduğu vilayətlər 1-4 Y variantı. 69. 7-ci əsrin 30-cu illərindən fərqli olaraq 60-cı illərin ikinci yarısı Albaniya dövləti üçün səciyyəvi idi. Deməli 630-cu illərdən fərqli olaraq 660-cı illərin ikinci yarısı. Daha çox Cavanşirin bu dövrdə xilafətlə münasibətləri qabardılır. Ona görə Y variantı xilafətlə münasibətlərin diplomatik yola nizama salınması. Bildiyimiz kimi Cavanşir Konstantinopoldan lazımı dəstək ala bilməyəndən sonra xilafətlə yaxınlaşır və 667-670-ci illərdə xəlifə Muaviyyə ilə görüşmək üçün Şam şəhərinə, Dəməşq şəhərinə gedir. Burada da cavab Y olacaq. 70. Albaniya və Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixi üçün oxşar cəhət. Deməli, Sasani imperiyasının şimal canişinliyinə daxil olmaları. Bildiyimiz kimi Xosrov Ənuşirvan islahat keçirdir və Azərbaycanı, Albaniyanı, ümumiyyətlə Atropatena və Albaniyanı, Azərbaycan bütün ərazilərini, Cənubi Qafqazın Sasanlara tabi olan ərazilərini Sasanilərin şimal kustakılığına daxil edir. Yəni ona görə A variantı. 71. Albaniya və Atropatenanın 6-cı əsrin ikinci yarısı tarixinə aid oxşar cəhət. Sasani məzbanları tərəfindən idarə olunmaları. Atropatena 227-ci ildən etibarən Sasani məzbanları tərəfindən idarə olunurdu. Amma Albaniya 510-cu ildə 3-cü Mömin Vaçaqanın hakimiyyətdən getməsi ilə Sasani məzbanları tərəfindən idarə olunmağa başladı. Ona görə A variantı ortaq xüsusiyyətdir. 72. Atropatenanı Sasani dövlətinin tərkibinə
daxil edilməsindən 35 il sonra Albaniya Sasanlar dövlətinin tərkibinə daxil edildi. Y variantı. 73. Uyğunluq pozulmuşdur deyir. Avqon Kilsə Məclisinin çağırmışdır. Alban hökmdarı 3-cü Mömin Vaçaqan 488-ci ildə. Doğrudur. Amit döyüşündə iştirak edirdi. Albaniya hökmdarı Urnayır. Doğrudur. Dizrav döyüşündə Romalara məğlub oldu. Sasani şahı ikinci Şapur olacaq. Burada birinci Şapur qeyd olunub. C variantı. Uyğunluq pozulub. Digər variantlara da baxaq. Haylandur Hunları ilə mübarizə aparıb Alban hökmdarı 2-ci Vaçi 462-ci ildə 4-cü əsrin əvvəllərində Albaniyada xristianlığı dövlət dini elan etdi. Urnayır. Doğrudur. 74 də bənzər sualdır. Uyğunluq pozulmuşdur deyir. Atropatenanın Sasani dövlətinin tərkibinə qatdı. Sasani şahı Ardaşir Babəkan. Doğrudur. Dizrav döyüşündə Romalılara məğlub olmuşdur. Sasani şahı 1-ci Qubad. Xeyr, 2-ci Şapur. B variantı olacaq burada da. 75. Yenə bizdən uyğunluğun pozulduğu variantı istəyir. Deməli, Məzdəylər hərəkatını yatırmışdır. Sasani şahı 1-ci Qubad. Doğrudur. Atropatena Sasani dövlətinin tərkibinə qatıldı 3-cü əsrin birinci yarısında 227-ci ildə, yəni doğrudur. Məzdəkilər hərəkatı başlamışdı 5-ci əsrdə. Doğrudur. Albaniyada 3-cü Mömin Vaçaqanın hökmdar olmuşdu 5-ci əsrdə, yəni 487-də. Doğrudur. Uti, Sakaşen, Kolt və Girdiman vilayətlərini itirir. Alban hökmdarı 2-ci Vaçinin hakimiyyət dövründə bəli Y variantında uyğunluq pozulub. Çünki həmin vaxtda Urnayır hakimiyyətdə idi. 76. Uyğunluq pozulmuşdur deyir. Atropatenanı Sasani dövlətinin tərkibinə qatır. Sasani şahı deməli Ərdəşir Babək Kan. Ona görə C variantı yanlış. 77. Burada da testlərin çoxsu uyğunluqdur. Bu formada eləsəm yəqin ki görünər. Biraz 77-ci sual aşağı keyfiyyətli görünəcək, amma oxuyacağam mən. Yenə uyğunluğun pozulduğu variantı istəyir 77-də. Amit döyüşündə Bizans qoşunlarına qarşı vuruşurdu Alban hökmdarı 2-ci Vaçi. Xeyr, Urnayır vuruşub. Albaniyanı Sasani dövlətinin tərkibinə qatır. Sasani şahı 1-ci Şapur. Xeyr, 2-ci Şapur üzr istəyirəm. Albaniyanı Sasani dövlətinin tərkibinə qatır. 2-ci Şapur deyildi. Elə 1-ci Şapur idi də. Bəli. 262-ci ildə, 277-ci ildə isə hakimiyyətdən gələcək. Bu doğrudur. Bizdən isə pozulanı istəyəcək. Burada A olmalıdır. Yəni digərlərində baxın. Məzdəkilər hərəkatını yatırmışdır. Sasani şahı 1-ci Qubad. Doğrudur. Haylandur Hunlarının Alban hökmdarına qarşı müharibəyə sövq edib Firuz şah. Doğrudur. Sasani şahı 1-ci Şapurla siyasi mübarizə aparıb Alban hökmdarı 1-ci Vaçi. Doğrudur. A variantı. 78 uyğunluq pozulmuşdur. Haylandur Hunları ilə mübarizə aparmışdır Alban hökmdarı 2-ci Vaçi. Bu doğrudur. 4-cü əsrdə Sasani dövləti ilə müttəfiq olmuşdur Alban hökmdarı Urnayır. Bu da doğrudur. Dizrav döyüşündə Bizans qoşunlarına məğlub oldu Sasanilər. Bu da doğrudur. 300 yanlışdır. Çünki Bizans anlayışı 395-ci ildən sonradır, amma Dizrav döyüşü 371-ci ildir. Yəni ona görə də Bizans yox, Roma götürməliyik. C variantı. Uyğunluq gözlənilmişdir deyir 79-da da. Dizrav döyüşündə Bizans ordusunu məğlub etmişdi Sasanilər. Dediyimiz kimi Dizrav döyüşündə Bizans yox, Roma götürəcək. Haylandur Hunları ilə mübarizə aparmışdır Alban hökmdarı 1-ci Vaçi. Bu da yanlışdır. 2-ci Vaçi olacaqdır. Atropatena Sasani dövlətinin tərkibinə qatılmışdır 3-cü əsrin ikinci yarısında. Yəni 227-dir. Bu da yanlışdır. Haylandur Hunları Alban hökmdarına qarşı müharibəyə sövq edib Sasani şahı 2-ci Şapur. Yanlışdır. Sasani-Roma müharibələrində 2-ci Şapurun müttəfiqi kimi iştirak edib Urnayır. Bəli, nəhayət doğru cavab B variantı. 80. Uyğunluq gözlənilmişdir deyir. Sasani şahı 1-ci Şapurla siyasi mübarizə aparmışdır Alban hökmdarı 1-ci Vaçi. 80-da. Səhv etmirəmsə, bəli, 1-ci Vaçi olacaqdı.
255-362-ci illərdə hakimiyyətdə olub, elə 263-cü ildə də tabe olacaq A variantı. Çalışacağım daha tez izah eləyim vaxtın daha qısa olmasına görə. Ona görə 81-ci sualdan davam edək. Uyğunluq gözlənilmişdir. Albaniya Girdiman vilayətindən məhrum edildi Dizrab döyüşündə. C variantı. 82. Qərbi Roma imperiyasının mövcudluğu dövrünə uyğun gəlir deyir. Yəni 395-476. Haylandur Hunların Albaniya hücumu 462-ci ildə baş verib. C variantı. 3. Qərbi Roma imperiyasının mövcudluğu dövrünə uyğun gəlir. Bu da bənzər sualdır. D. Alban hökmdarı 2. Vaçenin Haylandur Hunları ilə mübarizə aparması 462-463 və mübarizədə məğlub olub hakimiyyətdən əl çəkəcək. 84. Eradan əvvəl 3-cü əsr Atropatena və bizim İranın 3-cü əsri Albaniya tarixinin oxşar cəhətdir. Yəqin ki, asılı vəziyyətə düşmək olar. 84-də A variantı. 85. 1-ci əsr Atropatena və 3-cü əsr Albaniya tarixinə aid ümumi cəhət C variantı gəlirli hücumuna məruz qalmaları. 86. Alban hökmdarı Urnayrın fəaliyyətinə aiddir. 2-ci Şapurun müttəfiqi kimi Sasani Roma müharibələrində iştirak etməsi. 86 A variantı. 87. Alban hökmdarı Urnayrın fəaliyyətini soruşur. 2-ci Şapurda müttəfiq münasibətlərinin mövcud olması C variantı. 88 də uyğunluq sualıdır. Kür çayı sahilində döyüşdə Xəzərləri məğlub etmişdir Alban hökmdarı Cavanşir 662-ci ildə. C variantı. Amma 665-də məğlub olub Xaqanın qızı ilə evlənir və sülh müqaviləsi də imzalayır. Deməli, bunlar adətən 89 və 90-cı sual adətən mövzumuzdan kənardır. Çünki öz Azərbaycan tarixi işləyirik və Göytürk mövzusu işləmirik hazırda. Ona görə 91-ci sualdan davam eləyək. Amma istəsəz həll edə bilərik. Çünki dim tərəfindən topluya salınıbsa, baxa bilərik əslində. 89-da Arşakililərin Albaniyada hakimiyyətdə olduğu dövr, yəni 1-ci əsrdən 510-cu ilə qədər Avropa Hun dövləti yaranır. Səhv etmirəmsə, Avropa Hun dövləti 451 olmalıdır. 90. Eyler-Venn diaqramına əsasən uyğun bəndlərin müəyyən edin deyir. Sasani hökmdarı Firuzə qarşı mübarizə aparması Albaniyaya aiddir. 1. Paytaxtın köçürülməsi Albanlar köçürdür Qəbələdən Partava, yəni Bərdə şəhərinə. 1-ə gedəcək A, B. Sasani dövləti ilə müttəfiq olmaları bu hər ikisi üçün oxşar cəhətdir. Xəzərlərə qarşı mübarizə aparmaları da hər ikisi üçün oxşar cəhətdir. Bizans üzərinə hücum etmək isə Göytürklərə aiddir. 2-yə Y. Çünki Albanlar Sasanilərin tərkibində fəaliyyət göstəriblər. Yəni Sasani-Bizans müharibələrində də Sasanilərin yanında yer alıblar. Müstəqil şəkildə mübarizə aparmayıblar. D variantı. 91. Albaniya dövlətinin tarixində 4-cü əsrin 2-ci 10 illiyi və 5-ci əsrin 40-cı illəri tarixinə aid ümumi cəhətləri soruşur bizdən. Hakimiyyətə yeni hökmdarın gəlməsi olar. Xristianlığın rəsmi dövlət din edilməsi, xeyr. Dövlət paytaxtının dəyişdirilməsi, bu da xeyr. Sasanilərin hakimiyyətinə qarşı azadlıq hərəkətinin başlaması, bu da yanlışdır. Elə yalnız bir A variantı. 92. Eyler-Venn diaqramına əsasən verilmiş hökmdarlara aid uyğunluğu müəyyən edin deyir. Cavanşir və Urnayırdır. Albaniya dövlətinin ərazi bütövlüyü və müstəqilliyin qorunması uğruna mübarizə aparması hər ikisi üçün ortaq cəhətdir. Oxşara A gedəcək. O isə yalnız Y variantında var. Ona görə düzgün cavab Y variantı. Yəni, bu formada həll eləmək adətən asandır. Variantlardan birini tapırsınız. Və bu da sizin ümumi cavabı müəyyənləşdirməyinizə köməklik göstərir. 93. Albaniya dövləti Arşakilər
Ağqoyun Kilsə Məclisində dini qanunların qəbul edilməsi AHA 488-ci il doğrudur. Xəzər xaqanlığının qoşunlarının məğlub edilməsi artıq 662-ci ildir və Arşakilər 510-cu ildə hakimiyyətdən gedir və 630-cu ildə Mehranilər gəlir. Bu isə Mehranilərin hakimiyyət dövrünə aid olacaq. Qəbələ şəhərinin paytaxt olması Arşakilər dövründə bəli Qəbələdən Bərdəyə köçürülür. Ona görə 1AC Mehranilər Bərdə şəhərinin paytaxt olması, müəyyən müddət Sasanilər imperiyasından asılı olmaları A-B-D variantı. 94. Alban hökmdarı Cavanşirin xarici siyasətini müəyyənləşdirməyimizi istəyir bizdən. 94-cü sualda. Sasanilər 7-ci əsrin 50-ci illəri və 7-ci əsrin 60-cı illərini qarşılaşdırıb, Sasanilər imperiyası ilə birlikdə Əməvi xilafətinə qarşı mübarizə aparılması. Üzr istəyirəm. Sasanilər imperiyasının ilə birlikdə Əməvi xilafətinə qarşı mübarizə aparılması. 7-ci əsrin 50-ci illəri. 650 bu yanlışdır. 636-637-ci illərdə mübarizə aparıblar. Ərəb xilafətinə qarşı Bizans imperiyası ilə ittifaq yaradılması. 654 bu doğrudur. Kür çayı sahilində Xəzər xaqanlığının ordusunun məğlub edilməsi 662-dir. Bu daxil deyil. 1B 7-ci əsrin 60-cı illəri Cavanşirin xarici siyasəti. Dedik ki, 1-ə B gedəcək. Rəsmi şəkildə Ərəb xilafətindən asılılığın qəbul edilməsi. Xeyr, rəsmi şəkildə dedikdə, yəni 667-ci ildə və 672-ci ildə Cavanşir Şama gedir, amma daxili müstəqilliyi qoruyur. Yəni asılılığı qəbul edir, amma daxili müstəqilliyi də qoruyur. Amma asılı vəziyyətə düşür. Ona görə A-nı götürərik. Sasani şahı 3-cü Yezdəgird ilə müttəfiqlik siyasəti yürütməsi. Bu 30-cu illərdir. Xəzər xaqanlığından vassal asılılığı qəbul etməsi 665-dir. Ona görə 1B, 2 isə AC 94-də A variantı olacaq. 95. Bu formada eləsəm oxuya bilərsiniz yəqin ki. 3-cü əsrdə Sasanilər dövlətində dini siyasi təlim geniş yayılmağa başlandı. Bütün dinləri vahid bir dinlə əvəz etmək bu təlimin iştirakçıları bəzi dinlərin elementlərini birləşdirmək istəyirdilər. Bu təlimin ideyaları insanlar arasında uzun müddət yaşanmışdır. Bu təlim bir çox dini cərəyanlar güclü təsir etmişdir. Mətndə bəhs edilən hərəkatı iştirakçılarından fərqli olaraq məzdəkilər. Yəni 95-də deyir ki, manilərdən fərqli olaraq məzdəkilər. Onlar xeyri işlər üzərində qələbəsinə dərindən sidq ürəkdən inanırdılar. B variantı. 96. İkinci Vaçe taxtdan salınandan sonra Sasanilərin Albaniyada daxili müqavimətinə son qoymaq üçün həyata keçirdiyi tədbirlərdən deyil. Kəndlilərlə yanaşı şəhər əhalisi üzərinə ağır vergilər qoydular. Bu yoxdur, bildiyim qədərilə. Əhalinin ümumi səhiyyə aldılar. Almışlar, vergiləri xeyli dərəcədə artırdılar, bəli. Boş qalmış torpaqları hərbçilərə payladılar. Bu cümlə 1-ci Xosrov Ənuşirvana aiddir. 2-ci Vaçeyə yaxud 1-ci Vaçeyə Asuaginə deyil, yalnız 1-ci Xosrov Ənuşirvana. D variantı 2-ci Vaçeyə aid deyil. Həmçinin bunun müqavimətlə də əlaqəsi yoxdur. Bu inzibati islahatdır. Əvvəllər yalnız torpaq vergisi verən ruhanilərə də ağır vergilər qoyuldu, bəli. Ona görə ağır vergi qoyduqlarına görə A-nı da götürə bilərik. D variantı isə düzgün variant. Məzdəklər hərəkatı illərində Albaniya, yəni 481-529-cu illərdə Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu 510-cu ildə. Doğru variant B. 98. Albaniya dövlətinin 360-cı illər tarixinə aiddir. Sasanilər tərəfindən hakimiyyətinə son qoyulması C variantı. 99-da bizdən daha gec baş verəni müəyyənləşdirməyimizi istəyir. Dizraq döyüşünün baş verməsi 371. 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq mübarizəsi aparması 457-462. 3-cü Vaçaqanın dövründə xristian dininə qanunların qəbul edilməsi 488. Sasanilərin Atropatenanı ələ keçirməsi 227.
Məzdək təliminin yayılmağa başlanması isə 481. 99 olacaq C variantı. 3-cü Vaçaqan dövründə xristian dininə qanunların qəbul edilməsi. 100-cü sual. Fraspada mühasirəyə alınmış Atropatenalılar düşərgə istehkamlarına basqın edərək ön xəttə dayanmış legionerləri yerdə oturtmuş, müttəfiqi Parfiya ilə birgə düşmənə ağır zərbələr vurmuşdu. Məğlubiyyətdən sonra sarsılan Antoni geri çəkilməyə məğlub olmuşdu. Atropatena hökmdarı qələbə münasibətilə keçirdiyi bayramda məğlub edilmiş düşməndən əldə etdiyi qənimətləri xalqa nümayiş etdirmişdi. Mətndə fəaliyyətdən bəhs edilən Atropatena hökmdarının Albaniya hökmdarı uğruna ayrılan ümumi cəhətini müəyyən edin. Həmin hökmdar Artabaz dedi. Yəni Artabazla uğruna ayrılan ümumi cəhətlərini soruşur bizdən. Və burada Roma ilə mübarizədən danışılır. Urnayerdə Sasanilərin tərkibində Roma ilə mübarizə aparıb. Ona görə Y variantı düzgün variant olacaq. 101-ci sual 2-ci Vaçe ilə 3-cü Mömin Vaçaqanın fərqli oxşar cəhətlərini müqayisə edirik. Paytaxtın yeni şəhərə köçürülüb 2-ci Vaçe, Alkonki isə məclisini çağırıb Mömin Vaçaqan, xristianlığı ilk dəfə rəsmi dövlət dini elan edib. Bunlara aid deyil. 3-cü Urnayerə aiddir. Üzr istəyirəm, Urnayerə aiddir. 5-ci əsrdə hakimiyyətdə olması hər ikisi üçün oxşar cəhətdir. Massagetləri öz tərəfinə çəkməsi isə Vaçeyə aiddir. Ona görə 1A-yı, 2B, 3D Y variantı. Yenə fərqli oxşar məqamları müqayisə edirik. Albaniya 4-cü əsrin 2-ci yarısı, Albaniya 5-ci əsrin 2-ci yarısı. Deməli, xarici müdaxilələrə məruz qalıb. Bu oxşar cəhətdir. Sasanilərlə birləşib Roma imperiyasına qarşı mübarizə aparmışdır. Bu deməli birə gedəcək. 2-ci Vaçe azadlıq mübarizəsi aparmışdır 457-ci ildə. Bu 2-yə gedəcək. Əhalisi Sasani xəzinəsinə vergi verirdi. Bu hər ikisinə oxşar cəhətdir. Dizrəv döyüşündə Bizansa məğlub olmuşdur. 371 bu həmin dövrdə Bizans mövcud deyildi. 102 də C variantı. Eyler-Venn diaqramlı suallar biraz psixoloji ağırlığı yaradır insan fiziologiyasında. 103-də də 2-ci Vaçe və 3-cü Mömin Vaçaqanın fərqli oxşar cəhətlərini müqayisə edir. Deməli, Arşakilər sülaləsinin son nümayəndəsi olmuşdur. 3-cü Mömin Vaçaqan müəyyən müddət xristianlığı himayə edib. Bu hər ikisi üçün oxşar cəhət hesab oluna bilər. Deməli 2-yə A gedəcək, oxşara B gedəcək. 5-ci əsrdə Albaniyanı idarə etmişdir. Deməli hər ikisi üçün ortaq cəhətdir. Haylandır Hunları ilə mübarizə 2-ci Vaçeyə aiddir. Alkonki isə məclisinin çağırılması isə Mömin Vaçaqana aiddir. Ona görə D variantını götürəcək. Yenə fərqli və oxşar cəhətləri müqayisə edirik. 104-cü sualda Dastakert və Xostakın fərqli oxşar cəhətlərini müqayisə edirik. Deməli, Sasanilərin dövründə Albaniya əhalisindən alınan vergi. Ümumiyyətlə bunlar vergi deyil, torpaq mülkiyyət formasıdır, götürməyəcək. 3-7-ci əsrlərdə Albaniyada mövcud olan torpaq mülkiyyət forması deməli gedəcək oxşara. Xidmət müqabilində hərbçilərə verilən torpaqlar xostakdır. İri feodallara məxsus olan irsən keçən torpaqlar isə dastakertdir. 3-cü əsrin ilk 10 illiyində Atropatena əhalisinin ödədiyi vergi. Vergi deyil, torpaq mülkiyyət formasıdır. Yəni cavab A variantı. Yenə fərqli oxşar cəhətləri müqayisə edirik. Bu səfər Arşakilər və Mehranlar sülaləsini qarşılaşdıracaq. Bərdə şəhərinin paytaxt olması Arşakilər köçürdür və Mehranlar dövründə də davam edir. 1 oxşara gedəcək. Xarici işğalçılara qarşı müəyyən müddət Sasanilərlə müttəfiq olması. Arşakilər də, Mehranilər də bu da bir şey oxşara gedəcək. Əlimizdə A variantı qalır. 4. Əməvilər xilafəti ilə diplomatik əlaqələrin yaradılması Mehranlara aiddir. 3. Haylandır Hunları ilə mübarizə aparılması və 5. İlk dəfə xristianlığın rəsmi dövlət dini elan edilməsi isə Arşakilərə aiddir. 106. Deməli, döyüşlərə aid uyğunluğu müəyyən edin deyir.
Döyüşün adı Amit döyüşü. İştirak edən dövlətlər Qərbi Roma, Sasani, xeyr, Şərqi Roma olacaq. Ona görə 106-da 1 çıxırıq. Kadisiyə Ərəb dövləti Sasani, ərəblərin Qəzvin şəhərini ələ keçirməsi, xeyr, bu da yanlışdır. Dizraf Roma Sasani arasında baş verib, bu doğrudur. Romanın bir sıra Alban vilayətlərini tutması, bu da doğrudur. 3. Ktesifon Ərəb dövləti və Sasani Albaniya hökmdarı Cavanşirin məğlub olması. Bu zaman Cavanşir Albaniya hökmdarı değildi. Ona görə yalnız 3-ü götürəcəyik, A variantı. Və sonuncu qapalı suala gəlirik, 107-ci sualda. Albaniya dövlətinin hökmdarlarından hansının fəaliyyətinə xüsusiyyət verilməyib? Dövlətin paytaxt şəhərin dəyişdirilməsi ikinci vasitədir. İlk dəfə xristianlığı rəsmi dövlət dili edilməsi uğruna ayırdı. Müstəqil Alban kilsəsinin dayaqlarını möhkəmləndirmək üçün kilsə məclisinin çağırılması üçüncü məmnuniyyətdir. Ölkənin bütün vilayətlərini birləşdirib mərkəzləşdirilmiş dövlət yaratmaq isə aid idi. Birinci Qoçaq Vaçaqana, yalnız birinci Vaçaq qaldı, B variantı. Deməli, qapalı sualları bitirdik və açıq suallarla davam edirik. Kanala da abunə olmağı, videonu bəyənməyi, fikrinizi şərhlərdə qeyd etməyi unutmayın. Hər bir insan kimi mən də səhv eləyə bilərəm və bunu siz şərh bölməsində çəkinmədən qeyd edə bilərsiniz. 108-ci sual ilə davam edək. 5-ci əsrdə baş vermiş hadisələri müəyyən edin. 2-ci Vaçenin Sasanilərə qarşı azadlıq hərəkatı 457, Amit 371, 359, Albaniyada Mehranların hakimiyyətə gəlməsi 630, Məzdəyilər hərəkatının başlaması 481. 1 və 4 olacaq. 6-cı əsrə aiddir deyir. Sasani şahı 1-ci Xosrov və Nüşrəfanın inzibati islahatlar keçirməsi aiddir. 2-ci Vaçenin Sasanilərə qarşı mübarizə aparması 5-ci əsrdir. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-cu il 6-cı əsrdir. Albaniya Sakaşiyan Girdiman vilayətlərindən məhrum edilməsi 4-cü əsr. Albaniyada hökmdarı Urnayırın yeni dini qəbul etməsi 4-cü əsr. Düzgün cavab 1-3. 110-da yenə deyir 6-cı əsrə aiddir. Dastakar torpaq sahibliyinin mövcud olması doğrudur. Albaniyanın Atropatena ilə birlikdə Sasanilərin şimal canişinliyinə daxil edilməsi, yəni şimal qustaqlığına daxil edilməsi, bu da doğrudur. Mehranilərin Albaniyanın müstəqilliyi uğrunda xilafətlə mübarizə aparması, xeyr, yanlışdır. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi doğrudur. Albaniyanın Dizrav döyüşü nəticəsində itirdiyi vilayətləri geri qaytarması. Bu 4-cü əsrdə, bu da yanlışdır. Cavab 1-2-4 olacaq. 111. Haylandur deməli buradan başlayırıq. Dizrav döyüşündə Sasanilərin müttəfiqi idi. Urnayır Agon kilsə məclisini çağırdı. Mömin Vaçaqandı, amma bunun göstəricisi yoxdur. Haylandur Hunlarının hücumu nəticəsində hakimiyyətdən əl çəkdi. 2-ci Vaçe 111-də 1-4 olacaq. Azərbaycanın 3-cü və 7-ci əsr tarixinə aiddir. Xostaq adlanan torpaq mülkiyyət formasının mövcudluğu aiddir. Hunların hücumuna məruz qalması 5-ci əsr, bu da aiddir. Doğru cavab 1-2. Azərbaycanın 4 və 7-ci əsrlər tarixinə aiddir. İrsi torpaq mülkiyyət formasının mövcud olması elə 1-2-dir. 113-də cavab. 114. Albaniyanın 5-ci əsrin 2-ci yarısı tarixinə aiddir. Yəni 450-500-cü illər. 1-ci Vaçe 3 xeyir, 3-cü əsr olacaq. 2-ci Vaçenin hakimiyyətdən əl çəkməsi 463 aiddir. Müəyyən müddət Sasani məzbanları tərəfindən idarə edilməsi 463-dən 487-yə qədər 2-3, bu da X-ə aiddir. İlk dəfə siyasi asılılığa düşməsi 463. İlk dəfə amma asılı vəziyyətə düşməsi, bunu götürə bilmərik. 3-5, 2-3 və 5 xristiyan təbliğ edən məktəblərin açılması 488, yəni Mömin Vaçaqanın dövrü 2-3-5.
116. 4-cü əsrin 50-ci illəri, yəni 350-ci illər Albaniya tarixinə aiddir. Urnay tərəfindən idarə edilməsi və Sasani dövləti ilə müttəfiqlik münasibətlərinin saxlanılması 313-371-ci illər və Amit Zirav döyüşündə Sasanilərin yanında olub Romaya qarşı vuruşublar. 4-cü əsrin birinci yarısı Albaniya tarixi üçün xarakterik amillər. Daxili müstəqilliyin qorunub saxlanılması və Arşakilər sülaləsinin nümayəndələri tərəfindən idarə edilmələri. Baxıb düzgün cavabı seçməyə çalışıram, çox uzanmasın deyə. Əgər səhvə yol versəm, üzrlü sayarsınız və şərhlərdə də qeyd edə bilərsiniz. Azərbaycanın feodal münasibətlərinin Qərbi Avropa ölkələrindən fərqli cəhəti onda idi ki, Azərbaycanda feodal münasibətlər tez başlayır və gec süqut edir. Yəni 3-cü əsrdən 18-ci əsrə qədər və 19-cu əsrin birinci yarısına qədər. Və Azərbaycanda kəndlilər təhkimli deyildilər. Ona görə də 118-də olacaq. 1. Feodal münasibətlərin daha tez yaranması, 3. Feodal münasibətlərinin daha uzun müddət davam etməsi və 4. Kəndlərin təhkimli olmaması. 119. Azərbaycanda feodal münasibətlərinə xas olan xüsusiyyətlər. Natural təsərrüfatı mövcud idi, vergi məhsulla verilə bilirdi. Feodallara hərbi xidmətə görə iri torpaq sahələri verilirdi. Feodallara deyəndə, yəni daha çox feodallara kəlməsi yanlış olardı. Yəni ümumiyyətlə hərbiçilərə, belə deyək, əyanlara, dövlətə xidmət edənlərə. Kəndlilərin vergi verən təbəqə hesab olunması, bəli, yəni çünki əsas vergilərin əsas ağırlığı kəndlilərin boynuna düşürdü. 120. 4-cü əsrin əvvəllərində Albaniya dövlətində hakimiyyətə gəlmişdi. Əsas məqsədi ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq idi. Bu məqsədlə qonşu dövlətlərlə siyasi ittifaq da yaratmışdı. 5-ci əsrin ortalarında Albaniyada hakimiyyətə gəlmişdi. Türk mənşəli sülaləyə mənsub olub, Sasanilərlə qohumluq əlaqələrinə malik olub, Dərbənd keçidini tutaraq massagetləri də öz tərəfinə çəkib. Birinci mətndən fərqli olaraq ikinci mətndə haqqında bəhs edilən hökmdar, yəni hökmdarın fəaliyyətinə aid olan xüsusiyyətlər. Yəni Urnayırla ikinci Vaçidən söhbət gedir. Yəni Urnayırdan fərqli olaraq ikinci Vaçinin fəaliyyətinə aid olan xüsusiyyətləri soruşur bizdə 120-dən. Heydəmən cavablara baxaq. Dövlətin paytaxtının Bərdəyə köçürməsi və Haylandur Hunlarına qarşı mübarizə aparması 2-4. 121. Uyğunluğu soruşur. Aqoin kilsə məclisinin keçirilməsi Albaniyada xristianlığın təbliğ edilməsinin qadağan edilməsi, əksinə təbliğinə şərait yaranır. Şah 1-ci Xosrovun vergi islahatı keçirilməsi, məmurların can vergisindən azad edilməsi. Yəni can vergisindən bəli azad edilir məmurlar, kahinlər, qocalar və uşaqlar. Dizirav döyüşü Bizans qoşunlarının qələbə qazanması. Həmin dövrdə Bizans yox, şərqi bütöv Roma idi. 395-də parçalanacaq. Cavanşirin sui-qəsdlə öldürülməsi Albaniyanın yenidən böyük dövlətlər arasında mübarizə meydanına çevrilməsi. Bu da doğrudur. 121-də olacaq düzgün variant. 2 və 4. 122. Klasteri tamamlayın deyir. Albaniyanın hökmdarı Cavanşir 7-ci əsrdə dövlət idarə etməsi, Xəzər xaqanlığından vasallaşdırıldığını qəbul etməsi, sonra 3 Ərəb xilafətinə qarşı Bizans imperatoru ilə ittifaq yaratması 654, Kür çayını keçmiş Xəzərləri məğlub etməsi 235. 123-də bizdə uyğunluq pozulanı istəyir. 457-463-cü illərdə Albaniyada Sasanilərə qarşı azadlıq hərəkatına rəhbərlik eləmişdi 1-ci Vaçe yox, 2-ci Vaçe.
5-ci əsrə qədər Albaniyanın paytaxt şəhəri idi Bərdə yox Qəbələ. Albaniya torpaqlarında xristianlıq yayılmağa başlamışdı 4-cü əsrdən başlayaraq. Xeyr, 1-ci əsrdən. Ona görə 123-də 2, 3, 4 olacaq cavab. 124 də uyğunluqdur. Haylandur Hunların Albaniyaya soxulması, 2-ci Vaçenin hakimiyyətindən əl çəkməsi doğrudur. 629-cu il Sasani-Bizans müqaviləsi, Albaniyanın Bizansın təsir dairəsində qalması, xeyr, Sasanilərin təsir dairəsində qalıb, yanlışdır. Dizrav döyüşü, Romanın qələbə qazanması doğrudur. 1-3 doğru variantdır. 5-ci əsrin ikinci yarısı, bunu necə qoymam düz qalsın. 5-ci əsrin ikinci yarısı Albaniya dövlətinin tarixinə aiddir. 4. Xristian dininə aid qanunlar qəbul edilib 488-ci ildə və 2-ci Vaçe Massagetlərlə ittifaq yaradıb 457-ci ildə. 4-5. 126. 5-ci əsrin ortalarında hakimiyyətə gəlmişdi. Onun hakimiyyəti Sasanilərə qarşı mübarizə ilə əlamətdar idi. Onun başlatdığı hərəkatı yatıran Sasanilər Albaniyanın daxili müstəqilliyinə son qoydular. Ölkə bir müddət Sasani mərzbanı tərəfindən idarə edilməyə başladı. Yəni 2-ci Vaçedən söhbət gedir. Mətndə haqqında bəhs edilən Albaniya hökmdarının Urnayırla ümumi cəhətlərini müəyyən edin deyir bizə. Deməli, Arşakilər sülaləsinə mənsub idilər hər biri və xristianlıq dininin yayılmasına xidmət göstəriblər, xristianlığı himayə ediblər. Ona görə də 1-3 düzgün variantdır. 127. Albaniyanın 6-cı əsrin ikinci yarısı tarixi üçün əhəmiyyətlidir, xarakterikdir. Yeni hökmdar tərəfindən idarə edilməsi xeyr. Sasani mərzbanları tərəfindən idarə ediliblər 510-cu ildən etibarən 510-dan 630-a qədər xarakterikdir. Əhalidən can vericisi təbii ki alınıb Sasanilər tərəfindən 2-3 cavab olacaq. 128. Sasani dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Yəni 226, 651. Bizans imperiyasının yaranması 1, sonra 3 və 5. 1-3-5. 129-a keçək. 5-6-cı əsrlər Albaniya tarixi üçün xarakterik cəhətləri müəyyən edin deyir. Urnay tərəfindən idarə edilməsi 4-cü əsrdir. Mehranilər sülaləsi tərəfindən idarə edilməsi 7-ci əsrdir. Əhalidən xarac cəzid vergilərinin toplanması doğrudur. Feodal münasibətlərin yaranmağa başlanması 3-cü əsrdir. Yanlışdır. Yəni hakim zümrənin nümayəndələrinə vassal xidməti müqabilində dövlət tərəfindən şərti torpaqların verilməsi, bəli, xostak verilirdi. Ona görə 3-5 düzgün cavab. Deməli, hazırda kanalımızdakı ən böyük izah videosu bu video olacaq. Artıq 1 saatı keçmişik. Ona görə daha sürətlə izah eləməyə çalışıram. Deməli, 130-cu suallə davam eləyək. 5-6-cı əsrlərdə Albaniya tarixi üçün xarakterik olan amilləri müəyyən edin. Şah 1-ci Xosrov islahatı ilə uşaq və qadınların bütün vergilərdən azad edilməsi, səhv etmirəmsə, daha çox can vergisindən azad edilmişdilər. Bu yanlışdır bu ona görə. Feodalların torpaq üzərində irsi mülkiyyətinin mövcud olması, bəli. Ölkə ərazisində yalnız atəşpərəstlik dini yayılması, xeyr-xristianlıq da yayılmışdı. Yəni 2. Şahinlərin can vergisinin azad tutulması 4. 2-4 olacaq. Mehranlərin sülaləsinin hakimi nümayəndələr tərəfindən idarə olunması, xeyr, Mehranlar 7-ci əsrdə gəlir. 2-4. Məzdəlilər hərəkatına aid olanlar mərkəzi hakimiyyətə qarşı baş vermişdir, bəli. 2-ci Vaçenin hakimiyyət dövründə baş verib, xeyr. 1-ci Qubadın dövründə geniş vüsət aldı, bəli. İri feodalların mənafini əks etdirirdi, xeyr. 5-ci əsrin sonlarında yatırıldı, xeyr. 1-3. Kadisiya döyüşünün Nəhavand döyüşündən fərqləndirən cəhətlər 7-ci əsrin 60-cı illərində baş verib, ortaq cəhətdir. Ərəblərlə Sasanilər arasında olması demək fərqləndirən istəyir də, bu da ortaq cəhətdir. Əmavi qoşunlarının qalib gəlməsi, Kadisiya Ərəb Sasani, Nəhavand üzr istəyirəm,
Amma bu Azərbaycan arasında baş verib. Amma yenə Sasanilərin hakimiyyət dövrüdür. Əməvi qoşunlarının qalib gəlməsi, Kadisiyədə xəlifə qoşunları qalib gələcək, Nəhavənddə Əməvi qoşunları, Alban sərkərdəsi Cavanşirin iştirak etməsi, Nəhavənddə iştirak etməyib, Kadisiyədə iştirak edib. Ona görə 3-4. Bizdə deməli hansıların yerini dəyişsə, deyir ki, xronoloji ardıcıllıq düzgün olacaq. Məzdəklər hərəkatının başlaması 481, Albaniyada 3-cü Mömin Vaçaqanın hakimiyyətə gəlməsi 487, Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi 630, Ərəblər tərəfindən Albaniyanın müstəqilliyinə son qoyulması 705, Alban hökmdarı Cavanşirin Xəzər xaqanlığı ilə müqavilə imzalaması, bu qızı ilə evlənməsi 665. Deməli, yerin dəyişməliyik biz burada. Üzr istəyirəm, 4 və 5-in. Yenə eyni sualdır. Atropatena və Sasanilər dövlətinin tərkibinə Atropatenanın Sasanilər dövlətinin tərkibinə daxil edilməsi. 227, Parfiya dövlətinin varlığına son qoyulması. 224, Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi. Deməli, üzr istəyirəm, 1-ci əsr. Bu artıq yanlışdır. Urnayerin Albaniyada hakimiyyətə gəlməsi 313, Albaniyanın paytaxtının Bərdəyə köçürülməsi isə 5-ci əsr. Deməli, biz burada dəyişməliyik 1-in 3 ilə 1-in yerini. Yəni 1-ci əsr önə getməlidir. Sonra Sasani şahı 1-ci Xosrov Ənuşirvanın hakimiyyət illəri üçün xarakterikdir. Məzdəkilər üsyanının yatırılması 1-ci Qubada aiddir. Yəni Avropa Hun dövləti ilə sülh müqaviləsi imzalanması, bəli. Vergi yığan məmurların özbaşınalığına son qoyulması, bəli, vergi islahatıyla bu təmin olunmuşdu. 2-3, Azərbaycan ərazisini 4 canişinliyə bölməsi. Burada yanlış eləyə bilər bəzi abituriyentlər. Azərbaycan ərazisi deyil, Sasani belə deyək, dövləti 4 canişinliyə bölünüb. Hərbiçilər və kahinlər can vergisi olan cizyədən azad ediliblər. Xeyr. Hərbiçilər azad edilməyib. Ona görə 2-3 doğru variantdır. Yenə bənzər sualdır. Bunu eləyərsiniz. Biz keçək xronoloji ardıcıllıqlara. Deməli, Sasani dövlətinin yaranması 226, Məzdəkilər hərəkatının başlanması 481, Albaniyanın Dizrav döyüşündə itirdiyi torpaqları geri qaytarması 387. Deməli, düzgün cavab 1-3-2. Xronoloji ardıcıllığı müəyyən edin. Yəni bunlar hamısı xronologiyadır. Cavanşirin Albaniya dövlətində hakimiyyətə gəlməsi 642, Məzdəklər hərəkatının yatırılması 529, Albaniyanın Sasanilər tərəfindən ilk dəfə tabe edilməsi 262 olacaq. 3-2-1. Xronoloji ardıcıllıq yenə Dizrav döyüşü 371, Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, 359, Atropatenanın Sasanilər dövlətinin tərkibinə qatılması 227 olacaq. 4, 3, 1, 2. 140-cı sual. Azərbaycanda feodal münasibətlərin yaranmağa başlaması 3-cü əsr, Dizrav döyüşü 371, Albaniyada Mehranilər sülaləsinin hakimiyyətinin sona çatması 705, Məzdəklər hərəkatının yatırılması isə 529. 1, 2, 4, 3. Sonra 141. Urnayerin Albaniyanı idarə etməyə başlaması 313, Amid döyüşü 359, Atropatenanın Sasanilər tərəfindən tutulması 227, Dizrav döyüşü 371. 141-də 3, 1, 2, 4. 142-ci sual. Maqneziya döyüşü eradan əvvəl 190, Qavqamela döyüşü eradan əvvəl 331, Dizrav döyüşü 371, Məzdəklər hərəkatının yetirilməsi 529. 3, 2, 1, 4 olacaq 142-də. %143-cü suala davam edirik. Albaniyada Mehranilər sülaləsinin hakimiyyətə gəlməsi 630, Məzdəkilər hərəkatının başlanması 481, Sasanilər dövlətinin yaranması 224, 226, Aqon kilsə məclisinin çağırılması isə 488
olacaq 3, 2, 1, 4. 144-cü suala keçək. Aqoyan kilsə məclisinin çağırılması 488. Urnayırın Albaniyanı idarə etməyə başlaması 313. İkinci Vasenin Albaniyanın daxili siyasətini dəyişib atəşpərəstlikdən imtina etməsi 457. Sasani dövlətinin süqut etməsi isə 651 olacaq 2, 3, 1 və 4. Sonra 145. Urnayırın Amid döyüşündən sonra Sasani dövlətinin tərəfində iştirak etməsi 359. Albaniyanın Girdiman vilayətinin Roma qoşunları tərəfindən işğal edilməsi 371. Sasani Şahı 1-ci Şapurun Albaniyanı asılı vəziyyətə salması. Sasani Şahı 1-ci Şapurun Albaniyanı asılı vəziyyətə salması 262. 3-1-2. Bəzən beyin yorulanda çox sadə sualı belə fikirləşməyə ehtiyac olur. Keçək 146-ya. Xristianlığın Albaniyada dövlət dini elan edilməsi 313. Atropatenanın Sasanilər tərəfindən işğal edilməsi bir dəqiqə yorulduğuma görə xatırlamaqda çətinlik çəkdim. 227. Albaniyanın Uti və Kot vilayətlərinin Roma qoşunları tərəfindən tutulması isə 371 Dizrab döyüşü ilə 146 2-1-3 olacaq. 147. Aqoyan kilsə məclisinin keçirilməsi 488. Amid döyüşü 359, Ktesifon 337, Kadesiya 330, üzr istəyirəm, Ktesifon 636, Kadesiya 637. 147 olacaq 2, 1, 4, 3. Yenə xronoloji ardıcıllıqdır. Xristianlığın Albaniyada rəsmi din elan edilməsi 313, Dizrab döyüşü 371, Albaniyanın Sasanilərin tərkibinə daxil edilməsi 262, Amid döyüşü 359, 3-1-4-2. 149. Xronoloji ardıcılığı müəyyən edin deyir. Mehranilər sülaləsinin hakimiyyətinə son qoyulması 705, Aqoyan kilsə məclisi 488, Məzdəyilərin başa çatması 529, Sasanilər sülaləsinin hakimiyyətə gəlməsi 226 olacaq 4, 2, 3, 1. Keçdi uyğunlaşdırmaya. Hakimiyyət dövründə Məzdəkilər hərəkatı yatırılmışdır. Bu birinci Qubaddır. 2. 6-cı əsrin ortalarında inzibati islahat keçirilmişdir. Bu birinci Xosrov və Nüşrəvandır. Sasanilərə qarşı azadlıq hərəkatına başçılıq etmişdir. İkinci Vasiliyə. Deməli 1-dir. 2B, 3Y. Sonra deməli 3-cü uyğunluğudur, yəni 151-də. 3-cü əsrin ikinci yarısı, 4-cü əsrin ikinci yarısı və 5-ci əsrin birinci yarısı. Deməli, Sasani Şahı 1-ci Şapurun Roma ordusunun məğlubiyyətə uğratması deməli 260 1-ə gedəcək. Albaniya dövlətinin Urnay tərəfindən idarə olunmağa başlaması 313 aid deyil heç birinə. Roma imperiyası tərəfindən Albaniyanın Uti vilayətinin işğal edilməsi 371 4-cü əsrin ikinci yarısı 2-yə B, 2-yə S gedəcək. Hökmdar Osaginin Albaniya dövlətinin mədəni həyatında ciddi dəyişiklik etməsi 5-ci əsrin birinci yarısıdır. Aid deyil heç birinə. Albaniyanın ilk dəfə Sasanilər dövlətinin tərkibinə daxil edilməsi deməli ilk dəfə 262 3-cü əsrin birinci yarısı. Deməli 1-ə A-yı, 2-yə S, 3-ə isə 5-ci əsrin birinci yarısı D variantı. Mən 5-ci əsrin ikinci yarısı oxumuşam onu. Son iki sualımız qaldı. Formada oxunar yəqin ki. 1-ci Qaçaq Vaçaqan və 3-cü Mömin Vaçaqanı müəyyənləşdirəcəyik. Ölkənin bütün vilayətlərin birləşdirib mərkəzləşmiş dövlət yaratması 1-ci Qaçaq Vaçaqan.
Ölkədə dini birliyə nail olmaq üçün Agone'də kilsə məclisinin çağırılması 3-cü Mömin Vaçaqın. Sasani şahı 1-ci Şapurla mübarizə aparılması 1-ci Vaç idi. Sasani şahı 2-ci Şapurla müttəfiq olması uğruna ayırdı. Haylandur Hunları ilə mübarizə aparılması 2-ci Vaç idi. Deməli, 152-də 1 A 2B. Sonuncu sual 153 Albaniya dövlətinin uyğunluq. 4-cü əsrin 2-ci 10 illiyi, 5-ci əsrin 50-ci illəri və 6-cı əsrin ilk 10 illiyi. Deməli, Albaniyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoyulması 510-cu ildir. Heç birinə aid deyil. Sasanilərin hakimiyyətinə qarşı azadlıq mübarizəsinin baş verməsi 457. 5-ci əsrin 2-yə gedəcək B variantı. Urnay tərəfindən idarə edilməyə başlanması 313 1-ə gedəcək. Xristianlığın rəsmi dövlət dini elan edilməsi də 1-ə gedəcək. 2-ci Vaçenin Haylandur Hunları ilə mübarizə aparması 4-cü əsrin 5-ci əsrin 60-cı illərdir. Bu da heç birinə getməyəcək. Deməli, bunu yanlış cavab verdim deyəsən. Albaniyada Arşakilər sülaləsinin hakimiyyətə gəlməsi, hakimiyyətə son qoyulması 510 3-ə gedəcək. 6-cı əsrin ilk 10 illiyi. 1C-də 2B, 3A olur. Bu qədər. Bəzən axsaqlıq göstərə bilərəm. Bunun üçün hər birinizdən üzr istəyirəm. Video xoşunuza gəldisə, yaxınlarınızla, digər abituriyentlərlə paylaşın. Kanala abunə olub videonu bəyənin və fikirlərinizi şərh hissəsində qeyd edərsiniz.